Kərbəladan Nəcəfə gəlmişdi ki, bu müqəddəs ocaqdan elm şəhərinə daxil olmaq üçün icazə alsın və elm diyarının sakinlərindən olsun. Şeyx Məhəmməd Təqi Nəcəfə getdikdən bir il sonra Seyid Əli Qazinin dərsinə qoşuldu. Bu, o dövrün dini mərkəzlərində keçirilən rəsmi dərslərdən fərqli bir dərs idi. Elə bir dərin elm və mərifət idi ki, hər kəsə nəsib olmazdı. Yalnız tövhidin sirlərini eşitmək və dərk etmək qabiliyyətinə malik olan şəxslərdən başqa. Elm sahibləri belə hesab edirlər ki, məsumlardan sonra irfanda Ayətullah Qazi kimi şəxs ortaya çıxmayıb. Qazidən aldığı dərslər həqiqətən sirr idi, gizli mərifətlər idi, tövhid idi həqiqətdə. Ağa Bəhcət heç vaxt ustadından sual soruşmamışdı. Necə ki, Həzrət Xızır əleyhissalam, Həzrət Musa əleyhissalama belə bir şərt qoymuşdu. Əgər mənimlə gələcəksənsə, məndən sual soruşmayacaqsan. Ağa Bəhcət də bu ruhiyyədə idi. Bütün varlığı ilə təslim olmuşdu. Bəzən görürük ki, bir şəxs Peyğəmbər Əkrəmin kənarında oturub, lakin Peyğəmbər bir söz deyir. O isə Peyğəmbərin sözünün əleyhinə mövqe tutur. Sözsüz, Peyğəmbərin varlığı belə adamlar üçün heç bir fayda verməz. Buyurardı ki, hər kəs irfan və süllük yoluna qədəm qoymaq istəyirsə, əvvəlcə bunu dərk etməlidir ki, ustadının ona təqdim etdiyi proqram əslində İmam Sadiqdən gələn bir dərs və göstərişdir. Dəfələrlə belə hallar baş verirdi ki, mərhum Ağa Qazi bir mətləbi Ağa Behçətin adından Gilanlı alim adı ilə nəql edirdi. Halbuki Ağa Behçət bu sözləri heç vaxt dilinə gətirməmişdi. Həmin il, zahirdə dindar və xeyirxah olan bəzi şəxslər Mirzə Mahmuda xəbər verdilər ki, oğlun sufilərlə oturub durur. Mirzə Mahmud da övladının aqibəti və gələcəyi ilə bağlı narahat olduğu, həmçinin ondan gözləntiləri böyük olduğu üçün tərəddüd etmədi. Və Füməndən bu gənc şeyxə bir məktub yazaraq bildirdi ki, ibadətdə vacib əməllərdən başqa heç bir müstəhəb əməllə məşğul olmamalıdır. Bu ağır və sərt məktub Şeyx Məhəmməd Təqi Behçətin Seyid Əli Qazi ilə olan bağlılığına son qoydu. Atası Ayətullah Behçəti Ağa Qazinin dərslərinə getməkdən çəkindirdikdən sonra Ayətullah Qazi buyurdu ki, Ayətullahul Uzma Seyyid Əbülhəsən İsfahaninin hüzuruna get. Bildiyiniz kimi, o, dövrünün böyük təqlid mərcəsi idi. Əgər o möhtərəm şəxs sizə icazə verərsə, gəlin. Əks halda atanızın sözü daha önəmlidir. Mərhum Ayətullah Seyyid Əbülhəsən İsfahani israrla istəyirdi ki, Nəcəf fiqh və üsul elmlərinin mərkəzi olaraq qalsın. Onun daha çox təkidi bu idi ki, Nəcəf müctəhid yetişdirməlidir. Ayətullahül Uzma Seyid Əbülhəsən İsfahani ilə Seyid Əli Qazi arasındakı dostluq və tanışlıq
onun mərcəyi təqlid olmamışdan əvvəlki illərə gedib çıxırdı. Seyid Əbülhəsən bilirdi ki, Seyid Əli Qazi arif və şəriətə bağlı bir şəxsdir. Qazi də onun batini saflığı və mənəviyyatından agah idi. Lakin hər ikisi İrfan və Seyri Sülük adı altında müxtəlif qruplar arasında yayılmış ifrat və təfritlərdən narahat idilər. Buna görə də Ayətullah Seyid Əli Qazi Şeyx Məhəmməd Təqini Ayətullah İsfahaninin hüzuruna göndərdi ki, verəcəyi hər bir qərar təqlid mərcəsinin icazəsi ilə olsun. O, mərhum Ayətullah Seyyid Əbülhəsən İsfahaninin hüzuruna gedir və o buyurur ki, atanın əmri vacibdir və o da Ağa Qazinin dərsini tərk edir. O, bu işi yerinə yetirmək qərarına gəldi və təbii olaraq mərhum Ayətullah Qazi ilə əlaqəsini kəsdi. Lakin bu əlaqələrin kəsilməsi bəzi böyük alimlər və Ayətullah Qazinin tələbələri tərəfindən tənqidə səbəb oldu. Onların əsas argumenti belə idi ki, sənin mənəvi atan hazırda Ağa Qazidir, onun sənin üzərində vilayəti var. Həzrət Ayətullah Behcətin bu vəziyyəti onu göstərirdi ki, onun hər bir işi nəzarət altındadır. O heç vaxt azad deyildi. Sözün əsl mənasında bir bəndə idi. Bəndə heç vaxt öz başına iş görməz, daim Mövlasının göstərişini gözləyər. Rəhmətli atam belə nəql edirdi ki, bu məktub gəldikdən sonra onun vəziyyətində qəribə bir dəyişiklik baş verdi. O, atasına itayət etmək naminə çalışırdı ki, yalnız vacib namazlarını qılsın. Amma təbii ki, namazın daxilində müstəhəb əməllər var. Məsələn, insan səcdədən qalxdıqdan sonra təkbir deyir, səcdədən öncə təkbir deyir, rükudan öncə təkbir deyir, Səmiyallahu limən həmidah deyir. Namazda müstəhəb zikirlər çoxdur və insan da çox vaxt bunlara adət edir. O isə bütün bu müstəhəb əməlləri tərk edərək, yalnız vacib olanlara kifayətlənməyə çalışırdı. Ayətullah Fəhri deyirdi ki, bunun özü onun üçün bir növ mənəvi təlim idi. Həzrət Ayətullah Xoşbəxt deyirdi ki, mən Ayətullah Bəhcətdən soruşdum ki, siz niyə 4 ildən sonra getmədiniz və Ayətullah Qazi ilə əvvəlki kimi əlaqə yaratmadınız? Buyurdu ki, qismətimizdə nə var idisə, elə həmin 4 ildə əldə etdik. Hərçənd Ayətullah Bəhcətin bu sözləri eyni zamanda Seyyid Əli Qazinin əksər şagirdlərinin onun istedadı barəsində etdiyi təriflər onu göstərirdi ki, Şeyx Məhəmməd Təqi həmin 4 il ərzində ustadından öyrənməli olduğu hər şeyi öyrənmişdi. Lakin Seyid Əli Qazidən və onun mənəvi dərs mühitindən uzaq düşmək, gənc gilanlı alimi elə bir həsrətə salmışdı ki, tədricən hamıdan uzaqlaşdı. Tənhalığa və sükuta qərq oldu. Elə bir sükut ki, bəlkə də bu, ustadının ona verdiyi son göstəriş idi. Ayətullah Xoyinin dərslərinə qatılırdı. O, otağından çıxarkən əbasını başına çəkib dərsə gedirdi. Dərsdən çıxanda da yenə əbasını başına çəkib geri dönürdü. Heç bir yerə getməzdi. Hər kəsdən çox uzaq gəzərdi. İmam Rızadan bir hədis var. Həzrət buyurur, min aləmətil fəqih, əl-hilmu vəl-ilmu vəs-samt. Səmt, sad hərfi ilə sükut mənasındadır. Sükut o demək deyil ki, heç nə danışmayaq. Həqiqi sükut odur ki, qəlb evində Allahdan başqa heç bir səs ucalmasın. Yalnız onun nidası eşidilsin. Buyurublar ki, sakit insanların, yəni sükut edən şəxslərin yanına gedin və onlardan hikmət öyrənin. Niyə? Çünki çox danışmaq qəlbi öldürür. Həddindən artıq söhbət insanın daxili aləmini məhv edən bir amildir.
Sonra Həzrət buyurur ki, İnnə samtə bəbun min əbvəbil hikmə. Sukutun özü hikmətin qapısıdır. Sonra davamında buyurur, İnnə samtə yəksibul məhəbbə. Sükutla məhəbbət, yəni eşq əldə edilir, kəsb olunur. Nəhayət buyurur ki, sükut hər xeyrin səbəbidir. Diqqət yetirin, İmam Rıza aleyhissalamın bu gözəl və nurani kəlamında irfan tam şəkildə yer almışdır. O, son günlərə qədər sükut halında idi. Hətta istixarə edərkən yalnız əllə işarə edərdi. Bəzən onun yanına gedirdik, məsələn, yaxşı olanda belə, pis olanda bu cür edərdi, orta olanda isə belə edərdi. Danışmazdı. Ayətullah Behcəti behcət edən, təkcə mərhum qazinin yanında olmağı deyil. Ruhun yanğısı mühümdür. Burada həm dilək dərdi var, həm susuzluq yanğısı və həm də bulağın özü də susuz dodağın intizarındadır. Rəvayətlərdə var ki, bir şəxs malik olduğu elmə əməl edərsə, Allah ona bilmədiklərini öyrədər. Yəni, əgər insan elə bir mərhələyə çatsa ki, daha yüksək mənəvi inkişafa ehtiyac var, bu zaman Həzrəti Xızrı onun qarşısına çıxarar, Həzrəti Musa kimi. Dilbəra, dil səndən özgə bir də xiyar istəməz. Çün müyəssər oldu vəslin, qeyri didar istəməz. Təşnələr abi həyat ardınca, leyk, abi həyat, təşnə ləblərdən savayı özgə əğyar istəməz. Yalnız təşnələr çeşmənin ardınca getmirlər. Çeşmə də susuz dodaqların yolunu gözləyir. Bəzi rəvayətlərdə var ki, Allah Taala'nın əta etdiyi nemətlər, Allahın bəndələrinə verdiyi hədiyyələr, lütflər, bəzi rəvayətlərdə nailiyyətlər kimi qeyd olunur. Allahın bəndələrinə nəsib etdiyi nailiyyətlər tam olaraq onların niyyətləri ilə bağlıdır. Əgər başlanğıc bizdən gəlməsə və ilk addımı biz atmasaq, sonra da nəticə gözləsək, bu bir qədər əsassız gözlənti olar. Yəni, ən azı Allah Taala'ya bir bəhanə verməliyik ki, əgər Allah bizi hərəkətə gətirmək istəsə, bu mümkün olsun. Buna görə də buyurulub, وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Hidayət səydən sonra gəlir. رسیدن به مقام مخلصین چه اعمالی باید انجام داد؟ رسیدن به مقام مخلصین چه اعمالی لازم؟ رسیدن به مقام مخلصین چه اعمالی لازم؟ انجام بدهد عمل مخلصین را. عمل مخلصین چیه؟ بله، تا اخلاص از طرف ما نباشد، اخلاص از طرف اونی که طالب اخلاص است نیست که اون به حسب صورت دارمدار این است که ما اختیار بکنیم عبودیت خالصه را یا اختیار نکنیم عبودیت خالصه را. ما تا اخلاص نکنیم او آثار اخلاص خودش را که مخلص بودن ماست ترتیب نمیدن. Savadı olmayan, ömrünü qəflət içində keçirən bir insan Əbhəri kimi, mərhum Hacı Hadi Əbhəri. Allah rəhmət eləsin. O 40 yaşına çatanda həyatında bir mənəvi dönüş baş verdi. Səhraya getdi, bir çubuq götürüb o ki var özünü döydü. Sonra elə bir mərhələyə yetişdi ki, Ayətullah Milani Həzrət Əmir əl-Mömininin hərəminə daxil olanda demişdi ki, ya Əmir əl-Möminin,
Qarşımda uzun bir yol var. Mən bir qardaş, bir bələdçi istəyirəm ki, məni bu yolda apara bilsin. Hərəmdən çıxdıqdan sonra mərhum Ayətullahul Uzma Millani onu qarşısında görüb deyir: Hacı Hadi, gəl bir-birimizlə qardaşlıq əqdi oxuyaq. Beləcə bir mərcəyi təqlid onun əlindən tutur və onu özünə qardaş edir. Mərhum Hacı Hadi dünyadan köçdükdən sonra isə Ayətullah Milani ağlayaraq buyurardı: Mənim bir qardaşım var idi ki, xüsusi cazibəyə malik idi. Hacı Hadi Əbhəri zahirdə çox savadlı görünməsə də, qəlbinin saflığı və mənəvi paklığı ilə dövrünün böyük alimləri arasında dərin ehtirama sahib idi. Ayətullahül Uzma Milani, Ayətullahül Uzma Ənsari Həmədani və Hacı Şeyx İsmail Dulabi kimi şəxsiyyətlər onunla yaxın dostluq və səmimi ünsiyyət qurmuşdular. Hacı Hadi Nəcəfə gəldi. Amma Ayətullah Behçəti heç görməmişdi. Yalnız onun haqqında eşitmişdi. Nəcəfə gəldi və bir gün Həzrət Əlinin hərəminə getmişdi. Hərəmdən çıxarkən dedi: Ya Əli, bir gözəl və nurani insan mənə göstərərsənmi? Bunlar kimdir ətrafında? Bunlar kimdir? Hamısı dünyapərəstilər. Deyir ki, hərəmdən çıxır və Şeyx Ənsari məscidi və bazarla üzbəüz olan həyətdən keçirmiş. Həzrətinə bir zarafat da edir ki, bir gözəl, nurani birini mənə göstər. Deyirdi ki, indi özüm də heç bilmirəm, bu bazarın içində hara gedirəm. Əlimdəki qəlyanı da yandırmışdım və tüstüsü bazarı bürümüşdü. Gəldim birbaşa Seyyid mədrəsəsinə. Heç bir işim də yox idi. Axı mədrəsə idi. Mədrəsənin ətrafında bir neçə otaq var idi. Orada oturdum. Bu tərəfdə isə yuxarıda bir otaq var idi. Birdən həmin otağın qapısı açıldı və bir nəfər dedi: Gəl yuxarı. Ağa Behçət idi. Nə bir-birlərini görmüşdülər, nə bir-birlərini tanıyırdılar. Yuxarı qalxdım, bir-birimizi qucaqladıq və bir saat boyunca ağladıq. Sonra düşdüm aşağı. Getdim, heç bir kəlmə danışmadıq. Ömrümün sonuna kimi daha bir-birimizi görmədik. Ayətullah Behçətə çox böyük məhəbbət göstərən ikinci şəxs mərhum Şeyx Məhəmməd Hüseyn Qərəvi idi. Bəlkə də Ayətullah Qazi Rizvanullahdan sonra onun şəxsiyyətinin formalaşmasına ən çox təsir göstərən şəxs mərhum Şeyx Məhəmməd Hüseyn Qərəvi İsfahani idi ki, Kumpani ləqəbi ilə tanınırdı. O, ustad sözünü yalnız mərhum kompaniya ünvanlayardı. Yəni, ustad deyəndə onu nəzərdə tutardı. Halbuki təqribən 3 il Ayətullah Naininin dərsində iştirak etmişdi, amma ona ustad deməzdi. Amma biz bir semestr bir dərsə getsək, 10-12 dərs, dərhal deyirik ki, filan kəs mənim ustadımdır. 3 il davamlı şəkildə iştirak etdi, amma onu ustad adlandırmırdı. Buyurardı ki, ustadın, yəni mərhum kompaniyanın tövhid barəsində bir dəlili var idi. Və özü mərhum kompaniya deyərdi ki, bu dəlil mənə İmam Kazım əleyhissalamın hərəmində ilham olunub. Şeyx Məhəmməd Hüseyn Qərəvi İsfahani tələbə olmaq istəyirdi.
Lakin atası dövrünün böyük tacirlərindən idi və onun bu istəyi ilə qətiyyən razı deyildi. O, İmam Kazım əleyhissalamın hərəminə hacətlər qapısından daxil olarkən belə deyir: Ağa, əgər mümkünsə, atamın fikrini dəyişin ki, mənə icazə versin dini təhsil alım. Mənim dini elmlərə böyük həvəsim var, amma atam buna mane olur. O buyururdu ki, mən hərəmdə bu sözləri dedim və sonra evə qayıtdım. Evə qayıdanda gördüm ki, atamın fikri tamamilə dəyişib. Mənə dedi ki, Şeyx Məhəmməd Hüseyn, əgər dini elmləri oxumaq və bu yolda addım atmaq istəyirsənsə, get. Mən də sənə necə lazımdırsa kömək edəcəm. Şeyx Məhəmməd Hüseyn Qərəvi İsfahani atasının böyük ticarət müəssisəsi olduğuna görə Kumpani ləqəbi ilə tanınırdı. O, fiqh və üsul sahəsində Axund Xorasaninin ən görkəmli şagirdlərindən sayılırdı. Həmin dövrlərdə Qərəvi İsfahani xüsusilə üsul bəslərindəki dəqiqliyi və diqqəti ilə məşhur idi. O qədər incəliklə və ətraflı dərs keçirdi ki, onun dərs dövrünün müddəti demək olar Nəcəfdəki digər ustadların dərslərindən 2 qat uzun çəkirdi. Məhz bu xüsusiyyətləri Məhəmməd Təqini də onun dərslərinə cəlb etdi. Mənim yadımdadır. Uşaq idim. Bəzən gedirdim, baş vururdum tamaşa etmək üçün. Görürdüm ki, mərhum Şeyx Məhəmməd Hüseyn Hindi məscidində, Nəcəfdə bir məscid var idi, Hindi adında. Orada dərs keçirdi. Çoxlu sayda yüksək səviyyəli tələbələr, necə deyərlər, 1-ci dərəcəli tələbələr onun dərsində iştirak edirdilər. Maraqlısı budur ki, bəzi ustadlar fiqh dərsi verməsinə baxmayaraq, məsələn, mərhum Ayətullah Şeyx Məhəmməd Hüseyn İsfahani kimi, Allah məqamını uzatsın, görürük ki, hətta ondan da seyri süluk yolunu öyrənirdi. Ayətullah Qazi ilə Şeyx Məhəmməd Hüseynin bəzi mənəvi təlimləri arasında demək olar ki, heç bir fərq yox idi. Çünki mərhum Şeyx Məhəmməd Hüseyn Qərəvi İsfahani, Rizvanullah Taala əleyh, Ayətullah Mirzə Cavad Məliki Təbrizinin tələbələrindən idi. Mərhum Ayətullah Şeyx Məhəmməd Hüseyn dərsdən əvvəl 2 rükət namaz qılardı. Buna yaxşı diqqət edin. Sonra gələrdi və dərsinə başlayardı. Bir gün tələbələrdən biri ağa namazını bitirdikdən sonra deyir ki, ağa, biz gördük ki, siz namaz qılarkən sanki divarlar da sizinlə birlikdə namaz qılırdı. Diqqət etdinizmi? Divarlar, kitablar, bütün əşyalar sizinlə birlikdə zikr edirdi. Ağa buyurdu ki, divarların, bütün varlıqların, cansız əşyaların və bitkilərin hamısının namaz və zikirlə məşğul olması təbii bir haldır. Və Qur'an da bundan xəbər verib. Bu mühüm deyil. Allah sənə elə bir göz əta edib ki, maddi aləmin fövqündəkilərini görə bilirsən. Budur mühüm olan. Bu ifadəni Ayətullah Behcət müxtəlif şəxslərə bəyan etmişdi ki, əgər kimsə mərhum Şeyx Məhəmməd Hüseynin ibadətini görsəydi, elə düşünərdi ki, o, ibadətdən başqa heç bir işlə məşğul olmur. Həqiqətən də, fövqəladə idi. Onun gündəlik nafilələri heç vaxt tərk olunmazdı. Gecə namazı əsla tərk olunmazdı. Aşura ziyarətnaməsi 100 lənət və 100 salamla heç vaxt tərk olunmazdı. Cəfər təyyar namazını da daim qılardı və gündə 1000 dəfə İnna Ənzəlna surəsini oxuyardı. Buyururlar ki, mərhum Şeyx Məhəmməd Hüseyn hər cümə axşamı evində rövzə məclisi təşkil edirdi. Və biz də o məclislərdə iştirak edirdik. Orada görürdük ki, çayı özü dəmləyir, özü gətirir və qonaqların qarşısına qoyurdu. Heç kimə də bu işdə ona kömək etməyə icazə verməzdi. Bəzi əzizlər, məsələn, Ayətullah Şeyx Abbas Quçani və başqaları deyirdilər ki, ağa, icazə verin, ya biz çayı süzək, siz paylayın, ya da siz çayı süzün, biz paylayaq. Buyururdu ki, bura rövzəyə gələnlər mənim Mövlamın qonaqlarıdır.
Onlar Mövlamın hörmətinə gəliblər. Mən icazə vermərəm ki, Mövlanın qonaqlarına məndən başqa kimsə xidmət etsin. Çox təvazökar idi. Daim zikirlə məşğul idi. Bəzən bir kəlmə danışardı və ya kiminləsə hal-əhval tutub xoş gəldin deyirdi və sonra yenidən zikirlə məşğul olurdu. Mən bir dəfə bu məsələni ondan soruşmaq istəyirdim, amma cürət etmirdim. Çünki hələ onunla ünsiyyətim tam açılmamışdı. Əllamə məndən bir il öncə onun dərsinə qatılmışdı. Zənnimcə bu onun təxminən bir illik şagirdlik dövründən sonra idi. Məsələn, Əllamə 2 il olardı dərsə qatılmışdı, o isə 1 il idi. Deyirdi ki, mən çox az danışan idim və hələ sualı birbaşa ona verəcək qədər yaxınlığım yox idi. Buna görə də Əllaməyə dedim ki, ustaddan soruş, bu daima oxuduğunuz zikir nədir? Deyir ki, o da Şeyx Məhəmməd Hüseyndən soruşdu ki, ağa, daima oxuduğunuz zikir hansı zikirdir? O dedi, nə üçün soruşursan? Mən dedim, heç, ağa, bilmək istəyirəm. Ağa buyurdu ki, rəvayətlərdə gəlib ki, hər kəs gündə 1000 dəfə İnnə Ənzəlnə surəsini oxusa, çoxlu fəziləti var. Allah rəhmət eləsin. Maraqlısı odur ki, özü heç vaxt demirdi, bunu et, ya etmə. Sadəcə rəvayəti nəql edirdi ki, oxunması yaxşıdır və bundan əlavə özünün etdiyini və ya etmədiyini də demirdi. Nəcəfin isti və quru havası, həmçinin çətin iqtisadi şəraiti çox tələbələrin həyatını məşəqqətli etmişdi. Ayətullahul Uzma Behcət sonralar xatırlayaraq buyurardı ki, yayda bazara badımcan gələndə tələbələr zarafatla kasıbların əti gəldi, deyərdilər. Bu ağır şəraitə baxmayaraq, Məhəmməd Təqi mərhum Qərəvi İsfahani kimi alimlərin dərslərində iştirak edirdi. Lakin bu dərslərdə irəliləmək yalnız zəhmət və səbir tələb edirdi. Saatlarla mütaliə etmək, ağır və davamlı ibadətlər tədricən Məhəmməd Təqinin bədənini zəiflədir və onu get-gedə taqətdən salırdı. Yadımdadır, çörəyi ayrana batırıb yeyirdilər. Bunu yaxşı xatırlayıram. Amma dərsini əsla tərk etməzdi. Onun bütün fikri zikri dərsidir. Başqa bir işlə məşğul olmazdı. Hərçənd ki, o, böyük ustadların hüzurunda olmaq səadətinə nail olmuşdu. Lakin bununla yanaşı, necə deyərlər, onların heç birinin tam bənzəri olmadı. Şeyx Məhəmməd Hüseyn İsfahaninin fəlsəfi məsələlərdə böyük bacarığa sahib olması məşhurdur və bəzən üsul bəhslərində fəlsəfi mövzuları da daxil edirdi. Lakin belə görsənir ki, mərhum Ayətullahil Uzma Behcət ustadından fərqli olaraq fəlsəfi məsələləri və fəlsəfədə olan rasional yanaşmaları üsul bəhslərində tətbiq etmirdi. Və onun şəxsiyyətində bir müstəqillik, fərdilik və düşüncə azadlığı müşahidə olunurdu ki, bu da mərhum Ayətullah Behcətin varlığında olan zəngin istedad və xüsusi gücün bir göstəricisi idi. Bu xüsusiyyət onun həm mənəvi və elmi baxımdan məqamının çox böyük olmasına və tarix boyunca birinci dərəcəli və nadir olan Şiə alimlərinin cərgəsində olmasına səbəb olmuşdu. Ağa Qərəni, ki, indi düşünürəm, bəlkə də 60-dan yuxarı yaşı olar, buyurur ki, 19 yaşındaydım. Qum şəhərində atamla birlikdə küçədə gedirdik. Atam da elm əhli idi.
və Qumun böyük alimlərindən idi. Biz birlikdə gedərkən elm və mərifət sahiblərindən olan bir şəxsə rast gəldik. Atam onun qarşısında fövqəladə təvazökarlıq göstərdi. Hətta əlini öpmək istədi, lakin o icazə vermədi və yalnız qucaqlaşaraq görüşdülər. Hal-əhval tutduqdan sonra isə vidalaşıb ayrıldılar. Mən atamdan soruşdum ki, ata, bu şəxs kim idi ki, siz onun qarşısında bu qədər təvazökarlıq və hörmət göstərdiniz? Atam buyurdu ki, o Ayətullah Bəhcəd idi və əlavə etdi, onun misli yoxdur. Daha sonra dedi, biz o vaxt Nəcəfdə olduğumuz zaman 4 nəfər idik və onun dərslərinə gedirdik. O bizə Axund Xorasaninin Kifayətül Usul kitabını tədris edirdi. O adları sadaladı və dedi ki, onlardan biri mənim atam idi, biri mərhum Seyyid Məhdi Ruhani idi ki, bir neçə il əvvəl Qum şəhərində dünyasını dəyişib, digəri Təvəssüli adlı bir şəxs idi və bir nəfər də vardı ki, mən indi adını xatırlamıram. Bir dəfə atam, yəni Ağa Qərəninin babası, İrandan Nəcəf və Kərbəlaya ziyarətə gəlmişdi. Təbii ki, oğlu tələbədir Nəcəfdə, onun yanına gedir. Oğlu da bu müddət ərzində atasının xidmətində olur. Bir neçə gün Nəcəfdə qaldıqdan sonra atası ilə birlikdə Kərbəlaya, Seyyid-i Şühəda İmam Hüseynin ziyarətinə gedirlər. Orada da bir neçə gün qalırlar. Həzrət Seyyid-i Şühədanın hərəminə daxil olurlar ki, ziyarət edib namazlarını qılsınlar. Birdən atam, yəni İrandan gəlmiş həmin şəxsin oğlu deyir ki, qəflətən yadıma düşdü ki, vay, bu gecə çərşənbə axşamıdır. Mən özüm üçün bir proqram qurmuşdum ki, hər çərşənbə axşamı Səhlə məscidində olum. Bu gecə mənim 40 gecəlik proqramımın 31-ci və ya 32-ci gecəsi idi. Elə həmin fikir və narahatlıqla gəldim ki, Həzrətin baş tərəfində durub orada namaz qılım ki, gördüm Ayətullah Bəhcəd oturub. Soruşdu ki, niyə belə pərişansan? Dedim, ağa, mən çərşənbə axşamları özüm üçün bir proqram qurmuşdum. Hər çərşənbə axşamı Səhlə məscidinə gedirəm. 40 gecəlik proqramdır və bu gecə 31-ci yaxud 32-ci gecədir. Narahatam ki, əgər bu gecəni əldən versəm, yenidən təkrarlamalıyam. Buyurdu ki, yaxşı, indi Səhləyə getmək istəyirsən? Dedim, əgər mümkün olsa əlbəttə ki. Buyurdu ki, çox gözəl. Əvvəlcə namazını qıl, sonra atanı apar ki, istirahət etsin, yeməyini yesin, sonra geri dön. Mən buradayam. Mən də getdim ziyarətə və sonra geri döndüm. Gördüm ki, o əyləşib. Mən də əyləşdim və salam verdim. Mənim əlimi tutdu və ayağa qalxdı. Yerindən qalxdı, birlikdə hərəmdən çölə çıxdıq. Həyətdən də çıxdıq. Şəhərdən də çıxdıq. Bir qədər də yol getdik birlikdə. Nəcəfin arxa tərəfinə çatdıq. Biraz da irəlilədik və Səhlə məscidinə yetişdik. Buyurdu ki, bura Səhlədir. Sən get öz proqramını yerinə yetir. Onun da özünə xas proqramları vardı ki, onu yerinə yetirdi. Mən də hər çərşənbə axşamı gördüyüm əməlləri orada yerinə yetirdim. Təqribən 1 saat çəkdi, bəlkə də biraz çox və ya az. Sonra qayıdıb ona yanına gəldim. Yenə də əlimi tutdu və Nəcəfə tərəf qayıtdıq. Buyurdu ki, indi Nəcəfə getmək istəyirsən, yoxsa Kərbəlaya? Dedim ki, yox, atam Kərbəlada olduğu üçün ora getmək istəyirəm. Birlikdə bir qədər də yol getdik və Kərbəlaya çatdıq. Orada bir-birimizdən vidalaşanda buyurdu ki, bu gecə baş verənləri mən sağ olduğum müddətcə heç kəsə danışma. Bu müqəddəs torpaqlara gəlməsindən 16 il sonra Şeyx Məhəmməd Təqi həm rəsmi dini dərslərində, həm də mənəvi məqamlarda yüksək mərtəbələrə çatmışdı.
Belə ki, bəzi ustadları, məsələn, mərhum Ayətullah Kumpani, Şeyx Məhəmməd Təqinin ictihad səviyyəsinə çatdığını təsdiq edir və onun başqasına təqlid etməsini haram bilirdi. Bütün bunlar Əmir-əl-Mömininin və şəhidlər ağası İmam Hüseynin bərəkəti, həmçinin böyük və tanınmış ustadların dərslərindən faydalanması və özünün səy və zəhməti sayəsində mümkün olmuşdu. Lakin görünür ki, onun bədəni daha tab gətirə bilmirdi və bir müddət sakitlik və tənhalıqda istirahət etməsi lazım idi.